Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Mas hazırda Cantəpədə belə bir 4 otaqlı ev çəkib təqdim edirəm. 2.3 sotda inşa olunub dövlət ipotekasına yararlı evdə 3 ədəd ev idi, biri qalıb satışda. Qeyd etdiyim kimi 2.3 sotda inşa olunub dövlət ipotekasına yararlıdır. Daxili təmir demək olar ki, yekunlaşıb. Xaricdə bəzi xırda işlər qalır ki, onların da hər biri alıcıya tam təmirli formada təhvil veriləcək. 20 yanvara gedən 142 nömrəli marşrut yolunun 200 metrliyindədir. İzləmədə qalın, evin daxili təqdimatını göstərim sizə. Əziz dostlar, evin daxili bu qaydada da izləmədə qalın, bütün məlumatları nəzərinizə çatdıracağım. Solda yerləşir zal hissəsi, evin 1-ci və 2-ci mərtəbəsi monolit betondur. Dəyərli dostlar, dövlət ipotekasından yararlıdır. 1-ci və 2-ci mərtəbə monolit beton, 1-ci mərtəbə boydan boya üstü döşəmədir. Cantəpədə bağça var, bağça, özəl və dövlət bağçası. Bax, bu bağçaya çox yaxın bir məsafədə yerləşir. 142 nömrəli marşrut yolunun 200 maksimum 250 metrliyindədir. Bura mətbəx sahəsidir. Kollektor sistemi burada 6 hissədə yığılıb. Qiyməti 125 min hörmətli dostlar. Burada deməli görürsünüz, tavanla işlən bir mərtəbə arasında monolit betondur. Buranı gördük. Sanitar qovşaq. Qalxaq 2-ci mərtəbə ilə tanış edeyim sizi. 2-ci mərtəbəsi də monolit betondur və ümumi mərtəbənin yekununda beton kəmər atılıb. Əvvəldən axıracan daş tikildi dəyərli dostlar və cüt daş. Tək daş söhbəti bu evdə yoxdur. Baxın, bura deməli bu mərtəbənin sanitar qovşağı. Sanitar qovşaq burada da isti döşəmədir. 1-ci mərtəbə istisnasız isti döşəmədir. 2-ci mərtəbədə isə sanitar qovşaq. Otaqlarda isə isidilmə radiator vasitəsilə təchiz olunacaq. 2 balkonlu evdə təqdimatda fasadını gördünüz. Bir balkona çıxış buradan var. Tam yaşayışlı, hündür rütubətdən kənar. Seldə, suda, daşqında qətiyyən problem olmayan bir ərazidir. Burası ümumilikdə 4-cü otaq. Qiymət 125 mindir. 3 ədəd ev idi, biri qalıb dəyərli dostlar. Təşkilcə bu qalıb əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.